Xaqan Film Kinostudiyası təqdim edir. Vətən ətirli oğullar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsində igid oğullarımız Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında zəfər sərnaməsi yazdılar. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi haqqında danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik. Düşməni öz torpaqlarımızdan qovduq. Bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq. Tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Eşq olsun Azərbaycan ordusuna, Qarabağ Azərbaycandır! Şərəf tarixini yaradanlar arasında Kəlbəcər rayonundan olan igid oğullarımız da vardı. Şəhid Orxan Səfyaroğlu Mönsümzadə. Mönsümzadə Orxan Səfyaroğlu 17 sentyabr 1993-cü ildə Bərdə şəhər 2-ci Ərəb çadır şəhərciyində anadan olub. 1999-cu ildə Ağdam 106 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2011-ci ildə orta məktəbi bitirəndən sonra həmin ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağırılıb. 2013-cü ildə Naxçıvan Muxtar Respublikasının en saylı hərbi hissəsində hərbi xidmətini başa vuran Orxan 2014-cü ildən etibarən xidmətini Ağdam rayonunda yerləşən en saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi davam etdirib. En sayılı hərbisiyə burada Ağdamda olan divizyon deyilən bir yer vardı. Orxanı topçu kimi o dedilər ki, bu topa o bilir, yaxşı bilir, burada olsun. O həmişə deyirdi ki, biz azad edəcək o torpaqları, doğrudan da belə oldu. Aynı 27-si günü Orxan Mazdən elədi ki, ata və mən muştulumu ver, Kəlbəcər dağları azad oldu. Allah qoysa, bir 5 günə, bir həftəyə biz öz Dədəbağ torpağımıza gedəcəyik, Allah qoysa. 2016-cı il aprel ayından başlayaraq tarixə aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Orxan Mönsümzadə əməliyyatlarda yaxından iştirak elədi. Azərbaycanın ərazi bütövlüyünü təmin edəcək növbəti zəfərin tarixi zamanı yetişib. Azərbaycan ordusunun kiçik çavuşu olan Orxan Mönsümzadə 2020-ci il sentyabrın 27-sində Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan vətən müharibəsində Ağdam istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Aynı 28 gündə o bizlə danışdı. Onlar Ağdamda müdafiədə idilər. Komandirin dediyinə görə neçə erməni postlara darmadağın edib Orxan, yəni topla. Orxan ayın 28-i 29-una demək keçən gecə erməninin dronları ilə atdıqları snaryad nəticəsində onlar orada şəhid oldular. Bizim Orxanla orada döyüşən uşaqlar 4 nəfər şəhid oldu həmən divizyonda. Orxanın şəhid olan gecəsi heç bir anıya arzulamıram ki, o xəbər eşitsin. Amma biz onu yaşadıq. Orxan aprel döyüşlərinə saz çıxmışdı və o mükəmməl döyüşürdü. Mən heç bir xəyalıma da gəlməzdi ki, Orxan şəhid olsun. Toyuna hazırlaşmışdı. Onun təəssüf ki, onun heç bir bizə qismət olmadı. Heç bir arzumuza da çatmadı. Bala itmək çox çətindir. Yarımçıq qaldı arzularımız. Özümüzün də həyatımız elə belədir. İnən belə deyərəm ki, yaşamaq deyil. Orxan yəni elə belə şəhid olmadı. O Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Füzuli, Şuşa kimi yerləri onlar azad etdi, o üçün şəhid. Onlar hamısı bizim balalarımızdır. Topçu olan Orxan Mönsümzadə sentyabrın 28-də Ağdam istiqamətində qəhrəmancasına şəhid olub.
29 dekabr 2020-ci ildə Bərdə şəhər Cəyirli kəndində dəfn edilib. Vətən uğrunda və Ağdamın azad olunmasına görə medalları ilə təltif edilib. Azərbaycan tarixinə 44 günlük zəfər savaşını onlar yazdılar. Bu torpaqları vətən eləyən oğullar. Onlar özləri yaratdıqları tarixin vətən ətirli oğullarına çevrildilər. Qələbə, zəfər tarixini yazanlar da, yaşadanlar da onlar oldu. Vətən müharibəsinin hər günü bizi addım-addım qələbəyə çatdırdı. Bu torpaqlar qəhrəmanlarımızın sayəsində əsl sahibinə, bizlərə qayıtdı. Torpağı, vətəni yaşadanları yaşatmaqsa bizlərin borcudur. Qarabağ Azərbaycandır. Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bu xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir.